Burada soruşur, övlad valideynini öz adı ilə çağıra bilər. Bu məsələ, əziz qardaşlar, ümumiyyətlə, övlad çalışmalıdır ki, atasına, anasına xitab edəndə ən gözəl formada xitab etsin. Ona əziyyət verməsin. Ehtiram etsin. Çox önəmlidir. Çünki Allah subhanahu və teala bizlərə bunu əmr edib. Quranda وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا Onlara gözəl söz denə. Onlara kimə? Qohumlara, ata-anaya, valideynə gözəl söz denə. İmam Qurtubi rahimehullah bu ayənin təfsirində deyir ki, yəni leyyinən, latifən, yumşaq, incə danış onlarla. Sonra misal deyir, məsələn deyirsən ki, ya əbətə və ya ümmə, ey atacan, ey anacan, yəni ən incə, yumşaq, gözəl sözlə xitab edirsən. Adları ilə çağırmırsan. Məsələn, övladın atasının adı Abdullahdır. Cəmaətin içərisində deyir ki, Abdullah, gəl bura. Yəni, onun yeri var yoxsa yox? Onun yeri yoxdur, qardaş. Bu ədəbdən deyil. Ona görə imamlar, məsələn, biz baxanda görürük ki, öz kitablarında bu barədə bab açıblar. Məsələn, İmam Buxari rahimehullah özünün yazdığı Ədəbül Mufrad kitabında bab açıb. Deyir ki, bəbu lə yüsəmmi ər-rəculu əbəhu. Kişinin atasını adı ilə çağırmasının icazəli olmaması. İmam Nəvavi rahimehullah Əl-Əzkar kitabında deyir, qadağan olması barədə bab açır. Bab açandan sonra nə edirlər? O barədə hədislər sərd edilir, zikr edilir. Hətta İmam Nəvavi deyir ki, şagird müəlliminin adı ilə çağıra bilməz. Nəinki valideyn, övlad valideyni, şagird müəlliminə, tələbə şeyxinin adı ilə xitab etməsi ədəbdən deyil. Ədəbdən deyil. Deməli, sualın cavabı nə oldu? Əsl budur ki, bu olmaz. Qadağandır. Nəhy edilib. Amma bəzi alimlər deyiblər ki, bu məsələ biraz qayıdır hara? Yox, urf, adət, o yer. Məsələn, elə yerlər var ki, orada problem yoxdur. Problem yoxdur. Adətdə övlad valideyni valideyni adı ilə çağırır və heç bir problem yoxdur. Valideyn əziyyət çəkmir, məşəqqət yaşamır, ikrah götürmür. Yəni, problem yoxdur. O yerlərdə bəzi alimlər deyiblər ki, problem yoxdur. Bir şey ki, madəm ki, urfda budur, deyiblər, problem yoxdur. Amma, məsələn, urfda belə olmayanda, belə çağırmaq, deyiblər ki, düzgün deyil. Ona görə Tavus, rahiməhullah, tabinlərdən deyirdi ki, bu cəfadan sayılır. Cəfa bilirsiniz nədir? Bizdə var bu söz. Cəfa nə deməkdir? Sərt, kobudluq. Deyir ki, övladın valideyni adı ilə çağırması deyir, minəl cəfə. Cəfadır, yəni o kobuddur, yəni kobudluqdur, yəni belə demək istəyir. Tabin deyir. Hər bir halda çağırmasa daha yaxşıdır, ədəbdən deyil.